Burnu 2 dəqiqəyə çəkə bilməsən məni söyə bilərsən. Çünki mən sənə bu dəqiqə ən asan yolu göstərəcəm. Əlinə qələm almayan belə bunu bacaracaq. Başlayırıq sadə trapesiyadan. Trapesiya çox böyük olmasın. Təxminən bu ölçüdə. Həmin bu trapesiyanın 2 nöqtələrində gördüyünüz kimi düz paralel xətt çəkirik və altında xətt qoyuruq. Ondan sonra həmin bu 2 nöqtədən 3 bucaq çəkirik. Amma çalışın simmetrik olsun. Fərqli ölçüdə olsa burun əyri olacaq. Bunları çəkəndən sonra bunların arasında balaca bir dairə çəkirsən. Amma çalış dairənin qıraqları bu 2 xəttdən simmetrik çıxsın. O 2 xəttin arasında yox. Bu hissələrdə 2 nöqtə qoyuruq və çəkdiyimiz rəsmi ya xəmir pozandan ya adi pozandan silirik. Tam yox, iz qalsın. Ondan sonra tünd qələmlə biz burun deşikləri qeyd edirik. Burun deşiklər eyni bu formada olur. Onları qeyd edəndən sonra bu 2 xəttin arasında bu formanı çəkirsən. Narahat olma, birazdan göstərəcəm necə çəkmək lazımdır qıraqda. Mötərizələri bu hissələrdə də çəkirsən. Gözdə sənə indi səhifənin qırağında göstərəcəm. Bax, bu çəkdiklərimizi bu formada çəkirsən, yuxarıdakıları isə belə. Çətin bir şey yoxdur. Bu hissələri də nöqtə kimi qeyd edə bilərsən ki, sonra işıq kölgədə çaşmayarsan. Artıq xəttlərimizi silirik. Yuxarıda qıraqda və burnun ortasındakı xəttdir. Sonra burun deşiklərinin uclarından belə bir xətt aparırıq, amma biraz dairəvi formada. Ondan sonra bu hissələri də uzada bilərsən. Bu yuxarıdakı çəkdiklərimizin balaca versiyasında qıraqlarda çəkirsiniz. Bu formanı görürsən, bax eyni formanı biraz məsafə saxlayıb təkrarlayırsan və biraz ştrix atırsan. Sanki orada dairə var. Ondan sonra yayırsan dairəvi formada və bir daha bu qıraqlarını da təkrar eləyirsən. Tündləşdir get-gedə və təkrar yaymalısan. Sonra bu xəttlərin arasını doldurursan və barmağından aşağıya doğru yayırsan. Və bir daha təkrar tündləşdirirsən hər tərəfi. Sanki bu dairələri üzə çıxartmaq istəyirsən. Və aşağıya doğru belə yüngül varı ştrix atıb yenə yayırsan. Hər iki tərəfi yayırsan, get-gedə burun sümüyü balacalaşır. Ondan sonra yuxarı hissəsində biraz tona salıb yaymalısan. Dairənin yuxarı hissəsini də ştrixləyib barmağından yay. Sanki o dairə orada var, amma kölgə kimi göstərirsən. Eyni çəkdiyin hissələri biraz da tündləşdirib əvvəlində və sonunda yaymalısan. Sonra götür pozanı, dairənin ortasını, dairənin o qıraqlarını işıq verib açmalısan. Bu biz çəkdiyimiz rəsmi üzə çıxardır və daha canlı göstərir. Və burnumuzun sümüyünü də göstərmək üçün pozandan ağardırıq. Tona salıb yuxarıdakı hissəni də ştrixləyib yaya bilərsən. Belə bir nəticə alınır.